Dostum, deməli uşaqlara reaksiyaları yazırıq. Yəni əmsallaşdıranda bura 7, bura 4, 7-dən 2 14, o da 4 18, bura 9 düşür, bura 3 düşür, bura 4 düşür, burada 5. Görün bura qədər başa düşmədiyiniz nəsə vardı, yəni baxın zəhmət olsun. Bunlar yəqin ki aydın. Deməli uşaqlar bizə deyir ki, yanma istiliyi polol üçün 3908-dir. Biz bilirik ki, yanma istiliyi neçə mola görə tapılır? Yanma istiliyi 1 mola görə tapılır. Reaksiyadan da görürük ki, bunların öz əmsalı neçədir uşaqlar? 1. Deməli, əgər yanma istiliyi bu qədərdirsə, onda belə çıxır ki, yanma ümumiyyətlə əmsal 1-ə bərabər olanda, yanan maddənin əmsalı 1-ə bərabər olanda yanma istiliyi ilə istilik effektinə bərabər olur. Əgər yəni 1 mola görədir də, 1 mola görə də görürəm 3908 verir. Ona deməli bu reaksiyanın istilik effekti 3908. 3908. Digər reaksiyada da eyni şəkildə 1 mol olduğuna görə bunun da 2218. Yəni baxın. Bu verdiyim rəqəmlər, yazdığım rəqəmlər, bunların istilik effektləri. Bizə deyir ki, toluolun əmələ gəlmə istiliyi A-dır, propanın əmələ gəlməsi B-dir. Bizə deyir ki, karbon dioksidin əmələ gəlmə istiliyi Q olar, CO2-yə də Q verir. Bizə deyir, deməli, A-B fərqini tapın. Uşaqlar, suyun əmələ gəlmə istiliyi bilmirəm neçədir, onu da bir özümdən X ilə qəbul edəsəm. Onda mən necə yaza bilərəm? Birinci tənlik üçün necə yaza bilərəm? Sağ minus sol, bayaq dedik, Q bərabər. Q-nin qiyməti birinci reaksiyada 3908-dir. Tamerlan yazacağım, 3908 bərabərdir. Sağ tərəfin əmələ gəlmə istilikləri cəmindən sol tərəfi çıxacaq. Onda necə yazacağım uşaqlar? Yazacağım 7Q üzərinə gəlinsin 4X çıxılsın A. Kim mənə deyir, oksigenin əmələ gəlmə istiliyi niyə verilməyib uşaqlar? Oksigen necə maddədir? Bəsit ona görə. İkinci üçün yazsam necə yazacağım? İkinci üçün. 2218 bərabərdir. 3Q üzərinə gəl 4X çıx B. Bunları tapdım. İndi uşaqlar bizə deyir ki, A minus B-ni tapın. Biz A-nı tapsaq, buradan başqa rəhlə yazsam, A-nı tapsam, A-nı bu tərəfə keçirsəm, A bərabər olar nəyə? 7Q üzərinə gəl 4X çıx 3908.